Kəlbəcərə qayıdış müəllimliyinin üzvləri, dəyərli qonaqlar, hər vaxtınız xeyir olsun. Bugün Azərbaycanın çox şərəfli və tarixi bir günüdür. Bizim müstəqillik günümüzdür. 1918-ci il 28 may müstəqillik tariximizdir. Yəni, ulu babalarımız Məhəmməd Əmin Rəsulullah da başda olmaqla bizim dövlətimizi qurdular, yox yerindən bizə müstəqil, yaxın şərqdə, uzaq şərqdə müstəqil bir dövlət qurdular və bizə əmanət etdilər. Təbii ki, bu 72 il ərzində bizim dövlətimizə və dövlətçiliyimizə qarşı işğal siyasəti yeritildi. Rus imperiyası 1920-ci ildə bizim dövlətimizi işğal etdi və bizim dövlətimizi parçaladı. Bu 72 il ərzində biz böyük işğala məruz qaldıq. Təbii ki, millətimizin bu illər ərzində çox böyük tarix keçmişik. Yəni biz işğala da məruz qalmışıq, qəhrəmanlıqlar da etmişik. Ancaq bu işğalçılar bizim dövlətimizi, xalqımızı əzab əziyyətə, istiraflara məruz qoydular. Bizim müstəqillik istəyimizi, bizim azadlıq istəyimizi öldürə bildik. Ona görə də biz 72 ildən sonra bir daha öz milli dövlətimizi, milli hökumətimizi bərpa etdik, müstəqilliyimizi qazandıq. Bugün də azad, müstəqil bir dövlətik. Bax, bu şərəfli gün münasibəti ilə mən Kəlbəcərə qayıdış ictimai birliyi olaraq sizləri və xalqımızı təbrik edirəm. Arzu edirəm ki, bizim azadlığımız və müstəqilliyimiz daimi əbəd olsun. Bir daha bayramımız mübarək olsun. Bugün eyni zamanda biz bayram münasibəti ilə bir tədbir də keçirmişik. Elə bu tədbirimizdə bayrama həsr olunmuş. Biz bir deməli, Ali Məclisin üzvü, bizim Kəlbəcərə qayıdış ictimai birliyinin çox hörmətli üzvlərindən biri Müzəffər bəy elə bir kampaniya təklif edir, bir idman yarışı təklif edir bizə. Bayram münasibəti ilə biz bir yarış keçirmişik və bu yarışda nərd uğrunda nərd çempionatı adlandırılmış. Kuboku, hətta nərd kuboku. Gözəl bir yarışma getdi. Kəlbəcərə qayıdış ictimai birliyinin Ali Məclisi və İdarə Heyəti bu yarışmanı yüksək səviyyədə keçirdi. Hər kəs yarışdı, hər kəs öz gücün, öz istedadını burada göstərdi. Son nəticədə Kəlbəcərə qayıdış ictimai birliyinin Ali Məclisinin sədri, çox hörmətli Elşən bəy qalib oldu. Biz elə həm bayram münasibəti ilə, həm də bu çempionat münasibəti ilə Elşən bəyi təbrik edirik. Ona həmişə yeni uğurlar arzu edirik və Müzəffər bəyin Kəlbəcərə qayıdış ictimai birliyində keçirilən yarışda təqdim etdiyi gözəl, çox suvenir nərd tapdanı sizin izninizlə biz Elşən bəyə təqdim edirik. Elşən bəy, bu nərd... Mən 32 edirəm, hal-hazırda. Sən haradasın? Çox deməli, gözəl bir nərddir. Burada deməli, Azərbaycanın tarixi, qədimi, musiqi alətləridir, əl işidir. Bu doğrudan da çox tarixi bir nərd taxtadır. Azərbaycanın demək olar ki, milli oyun sistemidir, alətidir. Burada da saz, qara zurna, tar, kaman, Qız Qalasının bir əlimizdən göstərir. Qız Qalasının abidəsi. Bu sazdır bizim milli dəyərimiz. Bu qara zurnadır, bu navaradır.
Bəli, bu qız qalasıdır. Təbrik edirəm. Tarımızdır, Sağ olun, kəndimizdir. təşəkkürlər, prizlər olsun. Reşən bəy, Arka tarafta, arka tarafta. təbrik edirik. Arka tarafta nerede? Sizə bir daha yeni uğurlar, müstəqil Güzeller. Azad Azərbaycanda yaşamağa arzu edirik. Eşq olsun. Yenə belə şəklimizi çəkdik. Sonra hamı yanar bir dənə. Mən bir dənə də sən bir şəkil çəkdirəm. Şekil değil, video. Şəkil çəkdir. Sapına Onda da bunu kurtardı. Bağla şəkilə.